Hürmetli Muğanlı cemaati. Hamınız çok hoş gelmişsiniz Muğanlı torpağına. Vətənimizə, elimizə, obamıza Allah canınızı sağ eləsin. Allah Teala gün o gün olsun ki elimizə, obamıza, yurdumuza gelen uşağımız bir dəfəlik. Bağlarınızın, nəvələrinizin, uşaqlarınızın xeyir işlərini eləsiniz. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu günlə buraya yığışmamızın səbəbkarları bizim şəhidlərimizdir. Qazilərimizdir. Allah şəhidlərimizə qəni rəhmət eləsin. Qazilərimizə Allah şəfa versin. Torpaq uğrunda döyüşən əsgərlərimizə, zabitlərimizə, baş ali komandalarımıza Allah ömür versin. Allah hamısının canını sağ eləsin. Çok sağ olun, bu günə zəhmət çəkib bu günə iştirak edirsiniz. Hamınızı öpürəm, bağırma basıram. İcazə verirseniz bu şəhid ailələrində bu günə yad ellərdik. Allah onları böyüdənlərin zəhmət çəkib büyük gündə baxmaq belə bizim qarşımızda zəhmət çəkib qanlar müzat edib torpağımız uğrunda döyüşdüklərine görə biz onların minnətdarı, onların əllərini öpürəm hamısının. Onların qarşısında baş əyirəm hamısına. Allah'ımızın rahmet eylesin. Allah'a çok şükür çünkü torpağımıza geldik. Balamız istediyse de torpaklarımıza geldik. Körpe kuzumu yetim büyütmüştüm. Sağ ol Allah Allah torpağı. Körpe kuzumu yetim büyütmüştüm. Çok sağ olun. Gel patlar. Siz danışın. Mən bütün kənd sakinini salamlayıram. Hamıya bugünkü gündə bura yığışdığına görə minnətdaram ki, biz yenidən öz torpaqlarımıza qayıtdıq. Prezidentimizin, Ali Başkomandanımızın uğurlu siyasəti nəticəsində biz bu günləri Muğanlı kəndində, Ağdamdayıq, Xankəndindəyik, Şuşadayıq. Yəni hər birimiz bir Qarabağlıyıq. Və mən bu günləri bir şəhid bacısı kimi bu torpağa ayaq basmışam. Muğanlı kəndinin ilk şəhidi olan qardaşım Məzahir bu kənddə çox qəhrəmanlıqlar olub. Yəni o özü Muğanlı kəndinin o qədər də çətin vəziyyətdə olmağına baxmayaraq ən çətin vəziyyətdə olan Xocalıya yönaldı və o öz hərbi səlahiyyətini Xocalıda keçirdi və Xocalıda Məzahir 1992-ci il 25-26-sı keçən gecə Xocalıda itkin düşdü və bu günə qədər də taleyindən heç bir xəbər yoxdur. Və hər zamanda indi bugün dünyalarda dəyişən Sovet müəllim, kəndimizin isbalkomu Məmmədxan müəllim hər zaman deyirdi ki, Muğanlı kəndinin məktəbi Məzahirin adına veriləcək. Və mən bu günləri buradakı səlahiyyətli nümayəndələrindən xahiş edirəm. Kəndimizin artıq bünövrəsi qoyulur və burada Məzahirin adı bizim məktəbimizə verilsin. Yəni bunu səlahiyyətli nümayəndələrdən xahiş edirəm. Yəqin ki, heç bir kənd sakini də buna narazı ola bilməz. Yəni hətta istəyərdim öz küçəmizin adını belə Məzahirin adı daşısın. Çünki onun nə yadigarı var, nə onun belə deyək məzarı var, nə də ki bu günləri onu dünyaya gətirən ana, ata heç biri yoxdur, qardaş yoxdur. Sadəcə onu təmsil edən 3-4 bacısı var. Və mən bir şey xatırladım. Məzahirin döyüş yollarından çox danışa bilərdim. Ancaq anam hər il Xocalı faciəsində qardaşımın şəklini götürüb ana harayı abidəsinə gedərdi və təsəllisini oradan tapardı. Ancaq bu il anam dünyasının dəyişdiyinə görə mən sosial şəbəkədə belə bir çıxışa qulaq astım. Deyir, hər il öz balasının şəklini bağrına basıb ana adı harayına gələn ana artıq bu gün biz onu görə bilmədik. Yəni bu mənə o qədər pis təsir elədi və həmin günü mən hiss elədim ki, həqiqətən də bu həyatda biz artıq Məzahiri inditirdik. Yəni bütün şəhidlərin qarşısında baş əyirik və onların yadigarı olan qazilərin qarşısında baş əyirik və müharibə iştirakçıların çox minnətdarıq ki, bu günlərin bizim bura yığışmağımız, başda Ali Başkomandanımızın İlham Əliyevin uğurlu siyasəti nəticəsində və şəhidlərimizin dünyasının dəyişməsi nəticəsində və
qazilərimizin, müharibə iştirakçılarımızın səbəbi nəticəsində biz bu günləri Ağdama, Xankəndinə, Xocalıya ayaq basmışıq və hər birimiz bir Qarabağlıyıq və hər birimiz bir şəhidin anasının, bacısının yanındayıq. Hər birimiz bir qazinin yanındayıq. Ona görə hər birinizə çox sağ ol deyirəm, minnətdaram. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı və bundan sonra Muğanlı kəndində toy, bayram, büsat olsun.